Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil li veliyyikel ferec. Məkasib kitabından 318-ci dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz bu yerdə idi ki, nucum elmi ilə bağlı rivayətlər mövcuddur, yoxsa yox? Mərhum Şeyx Murtəza Ənsari buyurdu, bəli, bununla bağlı rivayətlər mövcuddur və o rivayətlərin bir hissəsini oxumuşuq və bugün də bir neçəsini oxuyarıq. Həmən bu rivayətlər sabit edir ki, nucum elmi haqdır və mövcuddur və lakin münəccimlər düz hesablaya bilmirlər bu elmlə və bu elmə tam əhatələri olmadıqları üçün hökmlərində xəta baş verir. Və lakin bu elm ənbiyanın elmidir, əyimmənin elmidir. Onlar bu elmə tam şəkildə hakimdirlər və bu elmləri yaxşı bilirlər. O rivayətlərdən biri də Muhammed İbn Salimin rivayətidir ki, İmam Cəfər Sadiq əleyhissalamdan nəql eləyir. Buyurur və bil isnad ən Muhammed İbn Salim qalə Əbu Abdillah əleyhissalam deyir, İmam Cəfər Sadiq əleyhissalam buyurdu, qovmun yəqulunə, bir dəstə insan etiqadları budur ki, ən-nucumu əsəhhu minər-rüya, etiqadları budur ki, nucum elmi yuxudan ən səhihdir, yuxudan daha düzgündür. İnsan necə yuxu görür, Allah yuxu vasitəsilə bəzən insanlara bir hökmü çatdırır və görürsən ki, yuxu həqiqətlə uyğun olur. Bir dəstə insanın da etiqadı budur ki, nucum elmi, yəni ulduzlarla hesaplanan və hökm çıxardıldıqda, o yuxudan da daha əsəhhədir, daha yaxşıdır. Yəni, yuxu bəzən həqiqəti bildirdiyi kimi, nucum elmi də həqiqəti bildirir və ondan da daha yaxşı həqiqəti bildirir. Və kanə zalikə səhihən, ki, bu şəxslərin etiqadı budur ki, nucum elmi səhihdir, o vaxta qədər ki, ləm təridu şəms əla Yuşa ibn Nun və Əmirul Müminin əleyhissalam. O zamana kimi günəş Yuşa ibn Nun, Həzrəti Musanın köməkçisi və Əmirul Mümininə varid olmamış, yəni gün o zaman ki, bu iki şəxsə varid oldu. Varid bu mənada ki, tarixdə yazılır ki, bu iki şəxs dua eləyib, gün biraz həbs olunub, biraz uzadılıb vaxtı. Necə ki, qabaqki dərslərdə də oxuduq. Həbisə şəms ki, Həzrəti Davud dua elədi. Allah günəşi həbs elədi. Günəşi, yəni gecikdirdi, hesabat bir-birinə dəydi. Fələmmə rəddəllahu şəms əleyhimə, ki, insanların etiqadı budur ki, o zaman ki, günəşi Allah biraz gecikdirdi,
bu iki şəxsə görə zəllə fiha ulumul uləmain nücum. Artıq nücum elminin alimlərinin elmləri bir-birinə qarışdı. Yuşa ibn Nunun ki biz qabaqki dərslərdə oxumuşuq və Əmirül Möminin də bilirsiniz ki o zaman bir rivayət budur ki Peyğəmbərin zamanında idi ki Peyğəmbər işarə elədi, gün qayıtdı və Əmirül Möminin namazın qıldı ki möcüzələrdən biri o idi. İşarə edir buna. Yəni göy cisimlərinin hesabatı itdi. Bu bir dəstənin etiqadı budur. İmam Sadiq əleyhissalam bunu buyurdu. Yəni bu rivayət bunu bizə çatdırır ki, deməli nücum elmi səhihdir, düzgündür və lakin münəccimlər bunu düz hesablaya bilmirlər. Niyə görə düz hesablaya bilmirlər? Ona görə ki, o günəş ki gecikdirildi, Allah saxladı, göy cisimlərinin o hesabatları bir-birinə dəydi və bir-birinə dəydiyi üçün bunlar artıq münəccimlər düzgün hesablaya bilmirlər. Deməli, nücum elminin əsli var, kökü var. İkinci rivayət və xəbəri Yunis qalə qultu li Əbi Abdillah aleyhisselam. Bu deyir İmam Sadiq aleyhisselama dedim. Coiltu fidak. Fəda olum sənə. Əxbirni ən ilmin nücum ma huvə. Bizə xəbər ver. Nücum elmi nə elmdir? Qalə huvə ilmun min ulumil ənbiya. Həzrət buyurdu ki, nücum elmi bir elmdir, peyğəmbərlərin elmindən. Qalə fəqultu, deyir, mən dedim imama, Kana Ali ibn Əbi Talib əleyhissalam ya'ləmuhu, Ağa Əmirül Möminin bu elmi bilirdimi? Qalə, imam buyurdu, Kana a'ləmun nasbi, Əmirül Möminin insanların içində bu elmə hamısından ələm idi, hamısından yaxşı bilirdi. Bəs bu rivayət də sabit eləyir, nücum elminin əsli var idi və bunu bilənlər hökmdə düz çıxarda bilirlər. Üçüncü rivayət və xəbəru Rəyyan ibn Səlt. Rəyyan ibn Səlt İmam Rıza aleyhisselamın zamanında idi. Qalə, bu deyir ki, Həzərə ində Əbil Həsən Rıza aleyhisselam Əs-Səbah ibn Nəsr el-Hindi. İmam Rıza aleyhissalatu vesselamın yanına bir nəfər gəldi, yetişdi. Səbah ibn Nəsr el-Hindi. Hindistanlı idi. Və səaləhu ən-nucum. Və İmam Rıza aleyhissalamdan nucum ilmi haqqında sual elədi. Fəqalə, İmam Rıza buyurdu, və ilmun fi əslihi səhihun, o bir elmdir, özü də səhihdir. Zəkəru ənə əvvəlu mən təkəlləmə fin-nucum İdris əleyhissalam. Və deyirlər də, bu elmin haqqında ilk nitq söyləyən, bunu bilən Həzrəti İdris əleyhissalam olub. Və kanə Zulqarneyn biha mahirən, və Zulqarneyn də bunu çox yaxşı bilibdi, mahir olubdi buna. Və əslu hazəl ilm min indillahi əzzə və cəl. Həzrət buyurdu, bu elmin əsli, kökü Allah tərəfindəndir. Yəni Allah bunu insanlara öyrədib. Bəs bundan da məlum olur, bu elmin əsli, kökü var, mövcuddur. Allah necə öyrədib bəndələrə, indi bu rivayətdə görərik, növbəti rivayətdə.
Və dördüncü rivayət və ən Mualla ibn Xuneys. Mualla ibn Xuneys qalə sa'altu Əbu Abdillah aleyhisselam ənin nucum əhəkkun hiyə. Deyir, mən İmam Sadiq aleyhisselamdan soruşdum. Nucum ilmi hakkında bu hak ilmidir, bu haktır mı? Və qalə nəəm. Həzrət buyurdu, bəli, haqdır. İnnəllaha əzzə və cəl bə'asəl müştəri iləl ərs fi surəti rəculin. Həzrət buyurdu ki, Allah bir mələk göndərdi yer üzünə bir kişi surətində. Fəəxəsə rəculən minəl əcəm fəəlləməhu. Bu gəldi əcəmin içində, yəni qeyri-ərəblərdən olan bir kişini əxs elədi, yəni bu kişiyə öyrətdi, fəəlləməhu, bu elmi öyrətdi ona, fələm yəstəkmilu zalik, lakin o kişi kamil şəkildə bu elmi öyrənə bilmədi. Fəətə bələdəl Hind, sonra bu getdi Hindistana, fəəlləmə rəculən minhum, orada da bir kişiyə öyrətdi. Həmin hunakə sara elmun nucum biha. Elə buna görə də Hindistanda nücum elmi geniş yayılıbdır. Fəqət qalə qovmun, və bir dəstə də insanlar deyirlər, huva elmun min ulumil ənbiya. Bu, peyğəmbərlərin elmidir. Xəssu bihi ilə əsbabin şətta. Müxtəlif dəlillər dəlalət edir ki, bu elm məxsusdur peyğəmbərlərə. Fələm yəstətriqil münəccimun əd-dəqiqə biha. Amma münəccimlər bunu düzgün şəkildə dərk eləmirlər. Həşabəl haqq bil kizm. Ona görə onlarda haqqla yalan qarışır bir-birinə. Yəni əslində Allah tərəfindən bu elm öyrədilibdir və insanlar da bu elmi biliblər və lakin buyurur əcəmdən o kişi kamil şəkildə öyrənə bilmədi və münəccimlər də o elm ki münəccimlərə çatırdı, onlar da dəqiq hesablaya bilmədikləri üçün haqqla yalan qarışır bir-birinə. Nəticədə bu rivayət də bizə bunu çatdırır ki, nücum elmi mövcuddur və haqqdır və lakin münəccimlər eləyə bilmirlər, düz hökm çıxarsınlar və haqqı batillə qarışdırırlar. İlə qeyri zalik mimma yədullu alə sihhəti ulumun nücum fi nəfsi. Və mərhum şeyx buyurur, bunlardan başqa da rivayətlər mövcuddur. Bunlar hamısı dəlalət eləyirlər ki, nücum elmi özü özlüyündə səhih bir elmdir. İnkar olunmazdır. Və lakin bu hadisələr baş verdiyi üçün münəccimlər düzgün şəkildə hökm eləyə bilmirlər və hesablaya bilmirlər. Elhamdülillahi Rabbil aləmin.